Bugün gənclərimiz baxmış olsaq, müxtəlif qütblərdə formalaşır, müxtəlif istiqamətlərə, xüsusilə bu sosial şəbəkələr vasitəsilə inanın gənclərimiz məhvə doğru gedir. Düzdür, ondan yaxşı kimi də istifadə etmək olur, pis kimi də. Yaxşı tərəfi bizi bu günləri bu məclisdə iştirak etməyib, amma bu söhbətləri biz özümüz də telefon vasitəsilə yayaraq onlar bizi izləyir. Bunun faydalı tərəfidir. Amma əvvəllər biz övladlarımızı küçədə, məhəllədə, başqa yerlərdə fəsaddan, fitnədən qorumağa çalışırdıqsa, bu günləri uşağın, övladın azmasında uzağa getməsi lazımdır. Fitnə, fəsad evimizin içinə qədər gəlib. Yataq otaqlarına qədər gəlib. Yəni, ola bilər ki, bir otaqda, bir evdə otaq ayrı, amma övladın sənin əlindən gedə bilər, başqa yerlərə qurşana bilər. Yəni, fitnə, fəsad bu qədər ayaq açıb, bu qədər gəlib çatıb bizim. Yəni, yenə deyirəm, əvvəl məsələn baxsaq fərqli cəhətlər var idi. Ondan bundan qoruyardınsa, indi potensial təhlükə, fitnə elə övladlarımızın əlindədir, öz əlimizdədir. Əgər nəfsimiz bizə əqlə üstələsə, hakim olsa, elə böylü, cavanlı, qocalı, qadınlı, kişili hamı o burulğana düşüb gedəcək.